Salam hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün AFFA Yüksək Qızlar Liqasında Neftçi 3-cü turun oyununa çıxacaq. Rəqib Təhsil Nazirliyinin 8 nömrəli ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq gənclər idman məktəbinin qızlardan ibarət kollektividir. Komandaların heyətləri ilə tanış olaq, başlayaq. Meydan sahiblərindən Neftçinin heyəti bu cürdür. 98 Günay İsmailova, 13 komandanın kapitanı Sevinç Fəttazadə, Təhsil komandasının heyəti 12 Aylin Quluzadə, komandanın qapıçısı və kapitanı, 4 Gülər İsrafilzadə, 5 Fidan Əsədzadə, 7 Ayşə İlyasova, 8 Fatimə Aslanlı, 10 Ella Əmirova, 11 Aysel Baxışlı. Fit səslənir və maç başladı. Komandamıza uğurlar arzulayırıq. Saranın ötürməsi, Məsumə yenə yaxşı qoşulub hücuma, Məsumə Nəzərli. Məsumə ötürmə cərə oynayacaqsına, Ayşən və gol! Hesab açılır, Ayşən Salamzadə. Ardıcıl 3-cü oyunda da fərqləndi Neftçinin 10 nömrəsi. Yaxşı alınırdı, təhlükəli alınırdı. Məsumə Nəzərli. Məsumə ötürmə müdafiənin gerisinə Xanım Əsədova topu yaxşı qəbul etdi. Xanım cərə meydançasında Əsədova və 2-0. Xanım Əsədova. Ardıcıl qollar Neftçidən. Qalmışdı Əsədova. Hesabı 2-0-a çatdırır. Məsumə istiqamətində ötürmə. Məsumə Nəzərli. Sağcaqda cərə meydançasına daxil olur. Məsumə Nəzərli ötürmə qapı qarşısına. Suhel və 3-0. Ayşən Salamzadə, əks hücuma çıxır Neftçi. Ayşən. Və ilk hissə başa çatır. Fit səslənir. Komandamıza bir daha uğurlar. Suel Polikarpova. Suel yaxşı ötürmə. Mədinə sol cahdan topu önünə atıb irəliləməyə çalışdı. Mədinə itirmədi topu. Mədinə Curugova və 4-0. Neftçi növbəti qol vurur. Mədinə Curugova fərqlənir. Sol cahda Suel Polikarpovanın ötürməsi yaxşı alınmışdı. Orada Mədinə əvvəlcə topu özündən bir qədər irəli buraxdı. Ona mane ola bilərdi Fatimə Aslanlı, amma bacarmadı. Mədinə sona dək topu özündə saxlaya bildi və yaxın küncə zərbə vuraraq hesabı 4-0 edir Mədinə Curugova. Başla topa toxundu. Özü də gəldi, çatdı. Məsumə özü-özünə ötürmə etdi burada. Nəzərli ötürmə cərmə meydançasına. Suel və 5-0. Suel Polikarpova özünün ikinci, komandamızın 5-ci qolunu vurur. Gəlib Suel və bu onun həm bu oyunda, həm də ümumilikdə Neftçi karyerasında ikinci qoludur. Suel Polikarpova. Röya ilə oynadı. Röya Əliyeva və maçın final fiti səslənir.